Beynəlxalq Qızıl Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Aryan Bauer qapalı görüşdə həmkarlarına Azərbaycanın güya Ermənistanın cənubuna hücum planlaşdırdığı barədə xəbərdarlıq edib. Bu barədə Kaliberaz Rusiyanın Telegram kanallarına istinadən məlumat verir. İddialara görə Bauer təmsil etdiyi qurumu Qarabağda və Ermənistanda daha fəal olmağa çağırıb. Bunlar Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələridir və yaxud hansısa bir kəşfiyyat orqanların işçiləridir. Proqnoz verir, bizi günahlandırır. Gedib Ermənistan konstitusiyasına baxsınlar. Baxsınlar, görsünlər, oxusunlar. Orada bizə qarşı hansı maddə öz əksini tapıb. Onlar bizə ərazi iddialarla indiyənə qədər çıxış edirlər. Bunlar bizim torpaqlarımızda nə edir, nə fəaliyyətlə məşğul olur, kimi müdafiə eləyir burada. Hər halda bizi müdafiə etmirlər bir mənalı şəkildə.